Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz informatika 1-ci sinifdən dərs 16 kompüter nədir? Gəlin baxaq görək bu kompüterlə tanışlıq bölməsinə. Şəkillərdə hansı elektrik qurğularını görürsünüz? Uşaqlar, birincisini görürsünüz ki, paltar yuyandır, ikincisi tostorandır, üçüncüsü isə kompüterdir. Onlar hansı işlər görür? Paltar yuyan adından da məlum olduğu kimi paltarları yuyur, tostoran tozu sovurur, tozu evdə olan və ətrafda olan tozları götürür. Kompüter isə informasiya axtarışında, informasiya toplanmasında bizə kömək eləyir. Şəkildəki əşyalar kompüterin hansı hissəsinə aiddir? Gəlin baxaq görək hansı hissəsinə aiddir. Uşaqlar, birinci gördüyünüz monitordur. Kompüterin monitoruna aiddir. Biz bunu açıq şəkildə bilirik, düzdür? İkinci kompüterin ana platasına aiddir. Yəni biz bunu bilirik. Üçüncüsü sintezator şəkli görülüb. Əslində bu kompüterin nəyinə aiddir? Kompüterin klaviaturasına aiddir. Dördüncündə isə sıçan şəkil görürük. Bu da kompüterin sıçanına, yəni mausuna aiddir. Gəlin baxaq görək. Kompüter sizə bu işlərdə lazım ola bilər. Şəkil çəkməkdə, bəli, yazı yazmaqda, çizgi filminə baxmaqda, musiqi dinləmək, oyun oynamaq, məşğullaşmaqda. Gəlin də tapşırıqlara baxaq. Şəkildəki əşyalardan kompüter olanları göstərin. Gəlin görək kompüterlər hansılardır. Uşaqlar, şəkil 1-dəki kompüterdir. Yəni kompüter olan budur. Bir də budur. Yaşıl rəngdə olan radiodur. Göy rəngdə olan isə televizordur. Belə. Qırmızı rəngdə olanlar isə kompüter olmuş oldu. Belə. Növbəti suala baxaq. Radio və maqnitofonun kompüterlə oxşar əlaməti nədir? Hər ikisi elektrik qurğusu ilə çalışır və informasiya ötürülməsinə xidmət edir. Belə. Dedik uşaqlar, deməli, kompüter ümumiyyətlə informasiya ilə işləyən qurğudur. Kompüter özü bir neçə hissədən ibarətdir. Monitor onun ekranını, ana plata onun əsas sistem işini görən qurğuları birləşdirən hissədir. Sonra kompüterin klaviaturası var. Orada biz yazı yazaraq hərflərdən, rəqəmlərdən və digər durğu işarələrdən istifadə edə bilərik. Eyni zamanda sıçan var. Sıçanla da kompüterin hərəkətini sağa, sola, yuxarı, aşağı, önə, arxaya və s. hərəkət etdirə bilərik. Və sonunda kompüter bizə şəkil çəkməyə, yazı yazmağa, çizgi filminə baxmağa, oyun oynamağa, musiqi dinləməyə və məşğullaşmağa kömək edir. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərin izahında görüşmək ümidi ilə. Hələlik.